Bazı insanlarda bir hastalık var. Nedir o hastalık? O hastalık odur ki sonra, sabah, bir aydan sonra, bir ilden sonra, 60'ıma çatanda, 50'me çatanda, 70'ime çatanda, hele tez, vaxt var, sağlamam, elim kolum sağdır, gözüm görür, kulağım eşidir. Subhanallah. Keşke insan bileydi ki bütün bu şeyler onun aleyhine yazılır. Sen bugün sağsansa, bugün eşidirsen, görürsen, danışırsan, tutursan, gezirsen, oturursan, durursan, yiyirsen, içirsen, her şey əladır, mükemmeldir. Sen ne bilirsen, sabah sen görebileceksen, görebilmeyeceksen, eşitebileceksen, eşitebilmeyeceksen, danışabileceksen, danışabilmeyeceksen, tutabileceksen, tutabilmeyeceksen, yeriyebileceksen, yeriyebilmeyeceksen, oturabileceksen, oturabilmeyeceksen, hatta rahat yatabileceksen, yatabilmeyeceksen, ne bilirsin, ne bilirsin. Niye sabaha saklıyız? Bu bizim en büyük problemimizdir kardeş. Ve bizim en büyük hastalığımız. Bizi hayırlerden, ibadetlerden, itaatlerden alıkoyan, mani olan en büyük hastalığımız odur sonra. Sonra hastalığı. Sonra eləyər. Hele tez. Hele tezdir. Subhanallah. Subhanallah. Ne kadar insanlar olup vallahi geçen bizden beraber olup bu yıl bizden beraberdi. Yok. Bu yıl bizden meçhide namaz kılır. Yok. Yanımızda da yok. Hardadır? Allah-u Teala'nın rahmetine köçübler. Bu dünyadan ahiret yurduna köçübler. Subhanallah. İnşallah ki Allah'ın rahmetine köçüb. Bu dünyadan köçübler yani. Hardadılar? Yoktular. Hemen de bilirik biz sabah gelenle sabaha biz kalacağız ya kalmayacağız. Belki sabah da biz köçeceğiz bu dünyadan. Niye sen sonra edirsən? Niye sonraya saxlayırsan? Həqiqətən vallahi mən inanıram ki o insanlar ki onlar deyirlər eləyəcəm sonra eləyəcəm. Onlar niyyət eləyirlər. Onu eləyəcəm, bunu eləyəcəm, onu eləyəcəm. Amma görürsən ki müvəffəq olmur. Əcəl qəfildən gəlir qardaş. Əcəl qəfildən gəlir. Əgər bir insana da əcəl gələrsə o bizim talallar deyən əgər əcəl gələrsə verməz məcəl. Ha? İmkan vermez, fürsət vermez, vaxt vermez, demez ama biraz gözləyirəm səni, hazırlaş, mən gəlib sənin canını alacağım. Xeyr, Allah-u Teala nə deyir? Əgər bir insana əcəli gələrsə, nə bir an gecə olmaz, nə də bir an tez. Bəs sən niyə sonraya saxlayırsan? Niyə sonraya saxlayırsan? Tövbə eləməyi, xeyr əməl eləməyi, ha? İbadət eləməyi, itaat eləməyi, Allaha boyun əyməyi, ha? Allaha tərəf gəlməyi niyə sonraya saxlayırsan? Ona görə Allah-u Teala deyir, likulli əcəlin kitab. Hər vaxtın deyir bir yazısı var. Və həmçinin nə deyir? Kullu nəfsin zəiqatul mevt. Bütün canlı deyir ölümü dadacaq. Ölümdəki qəfildən gəl. Niyyət eləmişəm, sabah bunu eləyəcəm. Bir ildən sonra bunu eləyəcəm. Bir aydan sonra bunu eləyəcəm. 5 ildən sonra onu eləyəcəm. Falan yaşımı çatanda onu eləyəcəm. Amma əcəl gəldi mən, canımı al. Ay sənin xəyalların hara getdi? Ha? Ay senin planların necə oldu? Ha? Sonranın qurbanı oldu. Allah tevfik ver. Eğer Allah-u Teala bir insanın ömrünü uzatmışsa gerek insan o ömrünü Allah-u Teala ibadette, itaatте sərf eləsin. Ağıllı olan insan odur ki ömrü uzun olan, əməli xeyirli salih olan. Ne deyir Peygamber sallallahu aleyhi ve sellem? Deyir en hayırlı insan ömrü uzun olup əməli salih olandır. En şer insan odur deyir ömrü uzun olsun, əməli nedir? Pis olsun. Ona göre kardeşler Allah Teala bize bu fürsətləri, bu mövsümü veribsə gərək bu mövsümdən neyniyək? Biz layiqincə istifade eləyək.